Bugün söz birləşmələri ilə davam edirik. Söz birləşmələri nədir? Qayda olaraq yadında saxlayın. Söz birləşməsi iki və daha artıq sözün. Baxın, 2 plus qoyuram. Yəni 2 və daha artıq sözün. Yəni ən azı 2 və daha artıq. Plusu daha artıq göstərmək üçün qoyuram. 2 və daha artıq leksik mənalı sözün, leksik mənalı sözün, 2 və daha artıq leksik mənalı sözün məna və qrammatik cəhətdən birləşməsinə söz birləşməsi deyilir. Yəni söz birləşmələri nədir? 2 və daha artıq leksik mənalı sözün məna və qrammatik cəhətdən birləşməsi. Sözün məna, yəni həm məna cəhətdən, həm də qrammatik cəhətdən birləşməsi. Qrammatik cəhətdən birləşməsi. İndi uşaqlar, bunlar, yəni bunu deyəndə burada bizə nə demək istəyir? Yadınızı saxlayın. Yəni biz arada söz birləşmələri üçün köməkçi nitq hissələrini keçdik. Yəni ki, nə üçün keçdik köməkçi nitq hissələrini? Dərindən keçmədik, sadəcə olaraq köməkçi nitq hissələrinə aid olan sözləri xatırladıq ki, bizə söz birləşmələrində lazım olacaq. Baxın, burada deyirik ki, söz birləşməsi yaratmaq üçün ən azı bizə neçə söz lazımdır? 2 söz lazımdır. Və o 2 sözün leksik mənası olmalıdır. Leksik məna deyirsə, biz bilirdik ki, əsas nitq hissələrinin leksik mənası var. Elə deyil, biz bilirik ki, əsas nitq hissələrinin həm leksik, həm qrammatik mənası var, düzdür? Amma yalnız qrammatik mənası olan nitq hissələri hansı idi? Köməkçi nitq hissələri. Bunların da yalnız hansı mənası var? Baxın, köməkçilərin yalnız qrammatik mənası var. Qrammatik. Yəni, köməkçi nitq hissələrinin, baxın, köməkçilərdən ox qoyuram. Köməkçinin leksik mənası yoxdur. Deməli, biz söz birləşmələrində, əgər söz birləşmələrində 2 söz verirsə və o 2 sözdən biri köməkçi, biri əsaslısa, baxmayaraq ki, orada 2 söz var, biz ona söz birləşməsi deyə bilmərik. İndi bunu sizə nümunələrin üstündə izah edeyim. Baxın uşaqlar. Məsələ yazırıq ki, maraqlı kitab. Bir də yazırıq ki, evə kimi. Biz burada 2 dənə nümunə yazdıq. Elə deyil. Birinə yazdıq maraqlı kitab, birinə yazdıq evə kimi. Biz bura 1 qoyaq, burada 2. Demişdik ki, yəni eyni şeyləri dönə-dönə deyirəm, yadınızda qalsın. Dedik ki, söz birləşməsi üçün bizə ən azı 2 söz lazımdır. Deməli, baxırıq, birinci nümunəmizdə də 2 dənə söz var. 1, 2. İkinci nümunəmizdə də 2 dənə söz var. 1, 2. İndi biz nəyə baxmalıyıq? Görək bu sözlərin hər ikisi əsas nitq hissəsidirmi, yoxsa biri əsas, biri köməkçidirmi? Baxın uşaqlar, maraqlı sözü sifətdir. Sifət necə maraqlı? Hansı nitq hissəsinə aiddir? Əsas nitq hissəsinə. Deməli, bu sözün leksik mənası var. Niyə? Çünki suala cavab verir də. Əgər söz suala cavab verirsə, deməli onun leksik mənası var. Deməli, maraqlı sözü nədir burada? Əsas nitq hissəsi sifətdir. Bu bir söz. Bunu bir söz götürün. Kitab nə? Suala cavab verdi, isimdir. Əsas nitq hissəsidir. Bu da başqa bir söz. 2 söz oldu. Bunların arasında həm məna, həm də qrammatik cəhətdən bağlılıq oldu. Yəni, leksik mənaları var. Deməli, maraqlı kitaba biz söz birləşməsi deyə bilərik. Bu doğrudur. Bu söz birləşməsidir. Niyə? Çünki hər 2 sözün leksik mənası var. Burada da 2 dənə söz var. Bu bir söz, bu da 2 söz. Elə deyil uşaqlar. Amma biz buna deyə bilərik ki, baxın, evə bir sözdür, kimi də başqa bir söz. 2 söz oldu. Biz deyə bilərik bu sözə söz birləşməsi. Xeyr, niyə? Çünki evə sözü isimdir, əsas nitq hissəsidir. Ev isimdir. Kimi sözü nədir? Qoşma.
evə kimi məsafə bildirir. Evə kimi, evə qədər, evədək. Deməli, qoşma oldu köməkçi nitq hissəsi. Köməkçi nitq hissələrinin leksik mənası var? Xeyr. Ona görə də biz evə kimi birləşməsinə, daha doğrusu bu ifadəyə söz birləşməsi deyə bilmərik. Bu söz birləşməsi deyil. Üstünə xətt çəkirəm. Oldu. Baxmayaraq ki, 2 söz var. İndi başqa bir nümunə deyək. Söz birləşməsini başa düşmək üçün başqa bir nümunə deyək. Məsələn, yaxşı, yaxşı qız. Bir də yazırıq ki, ən maraqlı, ən gözəl. Yenə uşaqlar, baxın burada ifadələr yazıq. İndi bura 3 qoyaq. Burada 4. 2 söz var. Söz birləşməsini öyrənmək üçün bu nümunələri izah edirəm ki, sizə daha yaxşı yadınızda qalsın. Yaxşı, necə? Bu bizim bir söz. Yəni ümumiyyətlə bu da bir söz. Hər birini ayaqda qeyd edirəm. Yaxşı necə? Deməli bu oldu sifət. Bura yazdıq sifət. Leksik mənası var. Qız, kim? Bu da oldu isim. Bunun da leksik mənası var. Biz buna söz birləşməsi deyə bilərik? Bəli. Bu oldu söz birləşməsi. Bu düzdür. Ən bir söz, gözəl başqa bir söz. Yenə 2 söz oldu. Biz buna söz birləşməsi deyə bilirik? Xeyr. Niyə? Çünki burada ən ədatdır. Ədat da hansı nitq hissəsidir? Köməkçi. Köməkçi nitq hissələrinin leksik mənası var? Xeyr. Ona görə də bu köməkçi nitq hissəsidir, amma gözəl söz yenə sifətdir. Bu əsas nitq hissəsidir. Elə əsasdır. Əsas nitq hissəsi həmçinin sifətdir. Amma burada ədatdır və bu köməkçi nitq hissəsidir. Deməli uşaqlar, biri əsas, biri köməkçi olduğuna görə 2 sözdən söhbət gedir. 2 sözdən. Biri əsas, biri köməkçi olduğuna görə biz buna söz birləşməsi deyə bilmərik. Bu söz birləşməsi deyil. Yadınızda qalsın. Sonra deyirəm ki, o evə tərəf getdi. İndi burada evə tərəf yazdıq. Biz evə tərəfə söz birləşməsi deyə bilərik? Xeyr. Niyə deyə bilmirik uşaqlar? Çünki tərəf sözü qoşmadır. Bu isimdir. Bir tərəf, amma baxmayaraq ki, 2 söz var. Bir tərəfi köməkçi nitq hissəsidir. Bilirik ki, qoşma, bağlayıcı, ədat, modal sözlər köməkçi nitq hissələridir. 2 sözdən biri köməkçi, biri əsas olarsa, biz ona söz birləşməsi deyə bilmərik. Ümid edirəm ki, bu hissələr yadınızda qalmış olar. Amma sizin qabağınıza belə çıxsa, baxın, ən gözəl qız. Uşaqlar, baxın, burada neçə söz var? 1, 2, 3. Demişdik ki, yenə deyirəm eyni şeyi, yadınıza qalsın deyə. Söz birləşməsi üçün ən azı 2 söz olmalıdır. Burada 3 söz var. Ən ədatdır. Elə deyil, köməkçi nitq hissəsidir. Köməkçi nitq hissəsi. Gözəl necə? Sifətdir. Qız kim? Bu da isimdir. Biz deyə bilərik buna söz birləşməsi. Bəli. Ənə görə demirik. Baxın, sanki elə təsəvvür edin ki, burada ən yoxdur. Gözəl qıza söz birləşməsi deyərik elə. Sanki ən yoxdur. Bəli. Biz buna söz birləşməsi deyirik. Bu oldu söz birləşməsi. Bu fikir doğrudur. Yadınızda qalsın. Köməkçi nitq hissələri söz birləşmələrinin tərkibində iştirak edə bilər. Başa düşürsünüz? Baxın, söz birləşməsi ilə ən gözəl qız, burada gözəl qız söz birləşməsi. Bunların tərkibində iştirak edibdir. Yəni, həmin sözdə iştirak edə bilər, həmin birləşmənin yanında iştirak edə bilər. Amma 2 sözdən biri köməkçi nitq hissəsidirsə də, 2 sözdən biri o söz birləşməsi yarada bilməz. Söz birləşməsi ola bilməz. Yaxşı. Əgər 3-ü verməsəydi, bunu söz birləşməsi, baxın, ən gözəl versəydi, buna söz birləşməsi deyə bilməzdik. Amma ən gözəl qızda, baxmayaraq ki, burada ən var, gözəl qıza görə biz buna söz birləşməsi deyə bilərik. Oldu. Sonra uşaqlar, söz birləşmələri, yəni bunu da qeyd edeyim, qayda kimi yadınızda saxlayın.
Söz birləşmələri, məsələn, biz isimləri keçirik, nitq hissələrini quruluşuna görə sadə də olur, düzəltmə də olur, mürəkkəb də olur. Yadınızda qalsın. Söz birləşmələri də quruluşuna görə iki yerə ayrılır. Baxın, söz birləşmələri quruluşuna görə iki yerə ayrılır. Söz birləşmələri quruluşuna görə iki yerə ayrılır. Söz birləşmələrinin düzəltməsi olmur. Sadə olur, bir də mürəkkəb olur. Mürəkkəb, söz birləşmələri. Əgər iki söz varsa, iki sözdürsə də, ona deyirik söz birləşməsi sadədir. Əgər ikidən çox söz varsa, ikidən çox. Baxın, ikidən çox söz. Başa düşdünüz? Yəni iki yox, ikidən çox. Leksik mənası olan söz varsa, leksik, yəni ikidən çox söz olsun, leksik mənası olsun. Ona deyirik mürəkkəb. Yadınıza saxlayın. Bu qədər. Baxın, biz buna söz birləşməsi dedik elə. Buradan başlayaq da uşaqlar. Başdan başlayaq hansına? Məsələn, evə kimi söz birləşməsi deyil. Maraqlı kitab söz birləşməsidir. Biz buna deyirik ki, burada iki söz var elə. Birinci söz birləşməsi olduğunu tapdıq. Sonra leksik mənası olan sözləri sayırıq. 1, 2, iki söz var. Deməli, bu söz birləşməsi quruluşuna görə sadədir. Niyə? Çünki iki dənə söz var. Bu quruluşca sadədir. Yadınızda qalsın. Amma desə ki, mənim yazaq, mənim maraqlı kitabım. Görürsünüz, söz birləşməsi cümlə kimi bitmir. Onun axırında nöqtə qoymuruq. Elə cümlədən də fərqi budur. Söz birləşməsini kitabımdır desək cümlə olar. Sanki burada bir yarımçıqlıq olur. Baxın, mənim əsas nitq hissəsidir, əvəzlikdir, bir söz. Maraqlı sifətdir, iki söz. Kitabım, üç söz. Mənim maraqlı kitabım, söz birləşməsi oldu. Üçünün də leksik mənası var, elə deyil. Heç bir köməkçi nitq hissəsi yoxdur ki, burada. Deməli, biz buna deyirik, quruluşuna görə mürəkkəb söz birləşməsi. Quruluşuna görə oldu. Desəz ki, müəllimə, bəs ən gözəl qız, burada da 3 dənə söz var. Biz buna mürəkkəb deyə bilərik, xeyr. O vaxt mürəkkəb olar ki, orada olan 3 dənə söz, mürəkkəb olması üçün ən azı 3 söz olmalıdır, elə söz birləşməsinin. 2 dənə sözdən ibarətsə sadədir. 3 dənə, azı 3 sözdən ibarətsə 3-dən çox da ola bilər, mürəkkəbdir. Mürəkkəb olması üçün yadınıza qalsın uşaqlar. O 3 dənə sözün üçünün də leksik mənası olmalıdır. Baxın, bu mürəkkəbdir, çünki üçünün də leksik mənası var. Burada da 3 dənə söz var, amma mürəkkəb deyil, çünki ikisinin leksik mənası var. Buna da deyirik sadə söz birləşməsi. Bir də onu da qeyd edeyim ki, yadımdan çıxdı, əvvəldə demədim. Söz birləşmələrində uşaqlar iki tərəf olur. Əsas tərəf, bir də aslı tərəf. Məsələn, burada yazaq. Hündür bina. Baxın, hündür sözü söz birləşməsində birinci tərəf aslı tərəfdir, ikinci tərəf əsas tərəfdir. Birinci tərəfə tabe olan tərəfdə deyilir, tabe olan. İkinci tərəfə əsas olduğuna görə tabe edən tərəf də deyilir. Yadınıza qalsın, söz birləşməsində birinci tərəf aslı tərəf olur, ikinci tərəf əsas tərəf olur. Birinci tərəfə tabe olan, ikinci tərəfə tabe edən. Desəz ki, müəllimə, yadımızdan çıxır da, aslı hansıdır, əsas hansıdır? Əlifbanın A hərfi, əlifbanın birinci hərfi nədir? A elə. Birinci hərfi A-dır. O A-la yadınızda saxlayın, elə birinci tərəf A-la başlayır. Aslı tərəf, ikinci tərəf, əsas tərəf. Oldu. Bəs desəz ki, müəllimə, 2 dənə sözdə belədir və 3 dənə sözü olanda aslı əsas tərəfi necə tapırıq? Yadınızda qalsın, 3 dənədən artıq olanda, baxın, bu sonuncu tərəf, bura olur əsas tərəf. Ondan əvvəlki tərəflərə deyirik aslı. Bu olur söz birləşməsinin əsas tərəfi. Ondan əvvələ də deyirik, ondan əvvəlkilərə aslı tərəf. Başa düşdünüz? Yəni, 2 və daha artıq sözdən ibarət olanda belə olur. Axırıncı sözü əsas götürürük. Axırıncı sözdən əvvəlkiləri aslı. 2 və daha artıq sözdən ibarət olanda. Amma 2 sözdən ibarət olanda birinci tərəfi aslı, ikinci tərəf əsas olur.